Gəlin verilmiş qrafikə əsasən parabolanın funksiyası necə tapılır onu öyrənək. Baxırıq ki, bizə verilmiş qrafikdə parabolamızın kökləri verilib. Çünki absis oxunu, yəni x oxunu kəsdiyi nöqtələr onun kökləri olur. Və harda kəsib? -1, 2 ilə. Deməli, x1 -1-dir, x2 isə 2-dir. İndi yadımıza salmalıyıq köklər də verilən funksiya tənliyini. Bu da olurdu bu şəkildə. A vuraq, x çıxaq x1, vuraq, x çıxaq x2. İndi gətirib burada yerinə yazsaq. A vuraq. Buradan -1 çıxdığımıza görə üstə gələk 1 olur. Çıxaq 2. İndi biz A-nı tapmalıyıq. A-nı tapmaq üçün həmişə sizə qrafikdə əlavə bir nöqtə verir köklərdən başqa. Baxın, o da budur. 0, 3 nöqtəsi. X-i 0-dır, Y-i 3-dür. Demək, biz X-a 0 verəndə Y 3-ə bərabər olmalıdır. Yazaq yerinə. X-lərin yerinə 0 yazsaq. 0, üstə gələk 1. Burada da 0, çıxaq 2. 3 bərabərdir A vuraq. 1 vuraq -2. İndi mən buradan A-nı tapsam, 3-ü bölməliyəm -2-yə. Deməli, A-nın yerinə yazmalıyıq. -2-də 3, x üstə gələk 1, x çıxaq 2. Cavabımız olar B variantı.